Hər vaxtınız xeyir xanımlar. Bugünkü bölümdə də yenə yoldaşımın adı niyə belə təsir edir sualına cavab axtarırıq. Gəlin növbəti hərflərimizə keçək, görək bizə nələr danışır. F hərfi ilə başlayan bəy, fədakar yoxsa fərasətli? Əslində ikisi də F hərfi olan kişilər çox fərqli düşünən, fəal olan və fəhmli insanlardır. Onlar səni dinləyir, amma bəzən cavab verməkdə gecikir. Çünki içlərində analiz aparırlar. Bu kişi dəstəkçidir. Sənə qarşı sadəcə yoldaş deyil, həm də arxa olmaq istəyir. Amma bir şey var. Məntiqlə yaşamağa çalışır. Duyğularını sonradan göstərir. F hərfi olan bəy biraz romantikadan uzaq ola bilər. Amma onun sevgisi hərəkətlərində gizlidir. Səbirli ol, o səni ilk baxışda tanımayacaq. Amma tanıdı mı bir ömür buraxmaz. Fədakarlığını səssiz göstərər. Yəni anlayan üçün xəzinədir. G hərfi ilə başlayan bəy güvən verər, amma özü az güvənər. Əgər səni sevibsə, hər şeyini verər. Amma içini verməyə biraz gecikər. Onlar ciddi, ağıllı, planlı insanlardır. Yəni səninlə gələcək mövzusunu düşünürlər, amma biraz da qorxurlar. Əgər onun adında G varsa, tam etibar üçün zaman istəyir. Çünki bir dəfə yanıb təzədən isinmək çətindir. Amma bir şeyi bil ki, səni seçibsə artıq çox sınaqdan keçirilmisən. G bəyi həm qoruyucu, həm də tələb edicidir. Yəni sən də ona uyğunlaşmalısan. Əgər uyğunlaşmasan, küsər, qapanır. Ona görə güvəni qazan ki, səni ömür boyu qorusun. Keçək H hərfi ilə başlayan bəylərin sirli dünyasına. Görək bu bəylər bizə nə verir, nə alır və ən əsası bizə baş ağrısı verir, yoxsa ürək rahatlığı. Əgər həyatındakı olan insan adında H varsa, qulağını aç. Sənə indi həyat dərsi keçəcəm. Hərəkətli, həssas, hərdən də həddini aşandır. İlk baxışdan sakit, ağırbaşlı, mədəni görünür. Sanki həyatın ona verdiyi bir ciddiyyət var. Amma tanıdıqca görürsən ki, bu adamın içində bir atəş, bir ehtiras yatır. Sadəcə bunu hər kəsə göstərmir. Seçdiyi qadına göstərir. Bu kişilər təhlükəni sezməyi bacarır. Çox zaman ağıl ilə yox, iç duyğusu ilə qərar verir. Və çox zaman da düz çıxır. Səni dinləyər, amma hiss etdiyini deməz. Hər şeyi içində saxlayar. Sən də düşünərsən ki, bu adamın heç hissi yoxdurmu? Var canım, var. Sadəcə hiss elətdirməyi bilmir. Onun sevgisi təhlükəsiz bir liman kimidir. Çox fırtına olmasa sənə dəyər. Amma sən onu təhqir etsən, hörmət etməsən səni arxa çevirməyi də bilir. H kişisi biraz quruluş adamıdır. Yəni həyatının nizamlı, planlı olmasını istəyir. Dağınıqlıq, emosional partlayışlar onu tez yorur. Bu kişi hissini gizləyər, amma sevgisi sənin üstündə kölgə kimi durar. Ona qarşı hörmətli və sakit ol. Çox baskı edəndə səni bir anda bağlaya bilər. O cür kişilər birdən yox olur. Sonra peşman olursan. Özünü ifadə etməyin istəyirsənsə, onu danışmağa təşviq et. Amma sorğu-suala tutma, yoxsa susar. Onun dünyasına girmək istəyirsənsə, əvvəlcə onun qurduğu sərhədləri tanı. Sonra səni öz iç dünyasına dəvət edəcək. Əgər bəylərinizin adında bu hərflər varsa, onların xasiyyətini sənə hərf-hərf öyrədirəm. Kanala abunə ol, bildirişləri aç və dostlarınla bölüş ki, bəylərini yaxşı tanıyıb didişməsinlər. Hələlik.